Salamlar, mən biologiya müəllimi Ayşən müəllimə. Bu gün sizlərə şərti refleks və onun tormozlanmasını Pavlovun it üzərində apardığı təcrübə ilə izah etmək istəyirəm. Deməli, gəlin həmin təcrübəyə baxaq. Əvvəlcə onu qeyd edeyim ki, uşaqlar, Pavlov iti xüsusi bunkerə salır və onu ətraf mühitin bütün əlavə təsirlərindən, səsdən, qıcıqlardan təcrid edir və itin hərəkətsizliyini təmin etmək üçün onu xüsusi dərgaha bağlayır. Eyni zamanda təcrübə zamanı, yəni təcrübə müddətində Pavlov itin gözünə görsənmir. Yəni itin onu görməməsini təmin edir və təcrübəni tamamilə kənardan idarə edir. Bu nə üçün belə olur? Yəni Pavlov niyə belə fikirləşib? Çünki deməli, itdə şərti refleks yaradarkən kənardan gələn hər hansısa bir qıcıq həmin refleksin yaranmasını ləngidə bilər. Ona görə də kənardan gələn bütün deməli, qıcığı, səsi və s. tamamilə itdən təcrid eləyir. İti onlardan təcrid eləyir daha doğrusu. Deməli, biz bildiyimiz kimi şərtsiz reflekslər anadan gəlmədir və irsən nəslə ötürülür və ömrü boyda qalır. Əvvəla onu qeyd edeyim ki, uşaqlar, iti götürəndə onun deməli, ağız suyuna fistula adlanan xüsusi bir cihaz yerləşdirir. Hansı ki, həmin fistuladan ağız suyu, ağız şirəsi ifraz olunacaq. Əvvəla itə qida verək, Pavlov itə qida verir. İt başlayır qidanı yeməyə. İt qidanı yeməyə başlayanda deməli, onun bilirik ki, itin ağız boşluğunda və eləcə də dilin üzərində xüsusi dad reseptorları var. Qida dad reseptorlarında qıcıqlanmaya səbəb olur və həmin qıcıq deməli reseptorda impulsa çevrilir və sinirlər vasitəsilə ötürülür. 4 dənə işarə olunan böyük beyin yarımkürələrinin qida mərkəzinə, yarımkürələri qabığının qida mərkəzinə, bir də ağız suyu ifrazına cavabdeh olan mərkəzə, 2-yə. Bu hər iki hissədə oyanmanı biz burada görürük. Eyni zamanda ağız suyu ifrazı mərkəzi də bir növ ağız suyu vəzlərinə sanki əmir göndərir və ağız suyu başlayır şirə ifraz etməyə və fistuladan şirə axır. Bu şərtsiz qida refleksidir uşaqlar. Biz bilirik ki, deməli, şərtsiz reflekslərdən biri də şərtsiz ağız suyu refleksi, şərtsiz qida refleksidir. Deməli, burada məsələn, bax, adi insandan biz uşaqlar nümunə gətirsək, körpə uşaq, yəni yenicə anadan olmuş körpə uşaqda da bu refleks var. Yəni şərtsiz qida refleksi var. Deməli, bu həyatı boyu qazanılmır da. Yəni insana doğularkən anadan gəlmə gəlir və ömür boyu da saxlanılır. Deməli, sonra Pavlov deməli gəlir və lampanı yandırır və lampanı yandıranda itdə gəlin görək nə baş verir. İtin sadəcə gözü lampanın işığını görür və gözün torlu qişasındakı reseptorlar qıcığı qəbul edir və onu sinir impulsuna çevirir. Bax, burada mavi rənglə işarə olunub. Görmə siniri ilə gəlir 5-ə. 5 isə böyük yarımkürələr qabığının görmə mərkəzidir. Baxın, burada qeyd olunub. Yəni, görmə mərkəzi də təbii ki, bilirik ki, ənsədir də. Burada deməli oyanma baş verir. Yəni, görürsünüz, fistuladan heç bir su, ağız suyu ifraz olunmadı. Bu deməkdir ki, it həmin işığı, lampanı tanımır. Lampa hal-hazırda it üçün təsirsiz qıcıqlandırıcıdır. Heç bir ağız suyu ifraz olunmadı. Deməli, Pavlov bu təcrübəni davam elətdirir. Belə ki, hardasa bir 10-12 dəfə lampanı yandırır və 30 saniyə, yarım dəqiqə gözlədikdən sonra itə qida verir. Uşaqlar, gözləmə şərtdir, çünki şərti refleksi yaratmaq üçün o müddət yəni önəmlidir. Deməli, 10-12 dəfə bunu təkrar eləyir, lampanı yandırır, yarım dəqiqə gözləyir və itə qida verir və nəhayət görək nə baş verir. Fikir verin, lampa yandı. Yanandan sonra təbii ki, itin burada baxın, bax bu təcrübəni belə aparır, lampanı yandırır, yarım dəqiqə gözləyir və itə qida verir. Gəlin görək nə olur. Lampa yanır, itin gözündə yenə görmə reseptorları, impulsları götürəcək, hara ötürəcək 5-ə. 5 nə idi burada? Baxın, böyük yarımkürələrin görmə mərkəzi, görsünüz, görmə mərkəzi oyandı. Eyni zamanda it başlayacaq qidanı yeməyə. Qidanı yeyəndə də dad reseptorları həmin deməli sinirləri ötürəcək həm 4 böyük yarımkürələrin qida mərkəzinə, həm də 2 burada ağız suyu ifrazına nəzarət edən mərkəz var, bura ötürür və ağız suyun ifrazı baş verir.
Və bu proses, təkrar olunduqdan sonra itdə artıq, şərti refleks yaratmış olur Pavlov. Gəlin baxaq, burada artıq işığa qarşı tamamilə yaranmış şərti refleksi görürük. İşığı yandırıb, amma qida hələ ki verməyib, gözlədiyi həmin müddətdə itin fistulasından ağız suyu ifraz olunmağa başlayıb. Gəlin bura diqqətlə baxaq. Burada biz nə görürük uşaqlar? Burada görürük ki, 5 görmə mərkəzi böyük yarımkürələri qabığının görmə mərkəzində oyanma var, amma 4-ü içərisini rəngləməyib. Burada bax sizdə çaşqınlıq yaranmasın. Diqqətlə bax bu hissəyə baxsanız, gəlin mən onu işarələyim sizin üçün. Baxın uşaqlar, bax bu hissəyə baxsanız, burada bax kitabınızda bu 9-cu sinif biologiya dərsi idi. Özüm bu şəkili seçdim ki, biz qoy kitabımızdan istifadə edək. Çünki belə deyək də imtahanda qarşılaşdığımız şəkil kitabımızdan olacaq çox güman ki. Baxın görürsüz ki, bax burada bir əlaqə var. Bu müvəqqəti əlaqədir. Deməli 5 görmə nahiyəsi ilə 4 qida nahiyəsi mərkəzi arasında müvəqqəti əlaqə yaranır. Ona görə də fikir verin, qida yoxdur axı itin bu 4-də böyük beyin yarımkürənin qida mərkəzində oyanma olsun. Qida yoxdur. Nə zaman ağıza qida qoyularsa, reseptorlar qıcığı qəbul edib impulsa çevirib bu 4-ə göndərərsə, onda burada oyanma olar. Amma burada oyanma olmadığı halda ağız suyun ifrazı baş verir. Yəni ağız suyu ifrazına cavabdeh olan mərkəzdə oyanma var və o əmrləri ağız suyu vəsinə göndərir. Bu deməkdir ki, burada yaranan bu müvəqqəti əlaqə ağız suyu ifrazını cavabdeh olan mərkəzi oyandırır. Bu bilirsiniz necə baş verir? Bu eyni zamanda hər iki həm iki qabıq yəni qabıq mərkəzlərində eyni zamanda oyanmanın baş verməsi və bunun tez-tez təkrarlanması, yəni görmə 5 ilə 4 dad nahiyəsi arasında, yəni qida mərkəzi arasındakı əlaqənin qurulması və bunun tez-tez təkrarlanması orada müvəqqəti bir əlaqəyə gətirib çıxardır. Yəni hər ikisində eyni zamanda oyanma olur və bu tez-tez təkrarlanır. Bununla da orada müvəqqəti əlaqə yarandığı üçün it hələ qidalanmayıb, qida mərkəzində oyanmanı görməsək də müvəqqəti əlaqə hesabına, yəni gözün görməsi, lampanı görmək artıq orada ağız suyun ifrazına səbəb olur. Lampa deməli əvvəl it üçün təsirsiz qıcıqlandırıcı idi, lap əvvəldə yuxarıda lampanı yandırdı, heç bir təsir baş vermədi. Baxın, bir dəqiqə mən burada indi onu sizə göstərəcəm. Deməli, bax burada uşaqlar, burada lampa təsirsiz qıcıq idi. Amma artıq lampa oldu şərti qıcıq. Deməli, şərti refleksi yaratmış olur. Şərti refleks mütləq həmişə şərtsiz reflekslə, şərtsiz qıcıqlandırıcı ilə dəstəklənməlidir. Burada yaradılan şərti refleks, itə yəni qida davamlı olaraq verilməlidir. Yəni işığa qarşı şərti refleks yaradıldı. İşıq yansın, qida verilsin ki, bu şərti refleks davamlı olsun. Yox, biz Pavlov, yəni bu təcrübəni davam etdirsəydi, işığı yandırıb, itə qida verməsə və bunu dəfələrlə təkrar etdikdən sonra yavaş-yavaş bu fistuladan axan suyun miqdarı azalacaq və bir müddətdən sonra artıq axmayacaq. Yəni şərti refleksin tormozlanması müşahidə olunacaq və bunun üçün xaricdən bir təsir olmadığı üçün bu daxili tormozlanma hesab olunacaq. Və xarici tormozlanma nədir bəs? Yəni bu şərti refleksi işığa qarşı yaradandan sonra, məsələn, işığı yandırsa, fistuladan su axır da hal-hazırda. İşığı yandıran kimi möhkəm kənardan bir təsir olsa, məsələn, zəng səsi gəlsə, onda itdə yenə ağız suyun ifrazı tormozlanacaq. Bunun səbəbi bilirsiniz nədir? Çünki şərti refleksiya cavabdeh mərkəzdən kənar yəni olan hər hansı yarımkürənin qabığında oyanma baş verir. Məsələn, itin qulağı zəng səsini eşitdi. Onda onun eşitmə nahiyəsində oyanma baş verdiyi üçün, deməli, görmə ilə bağlı yaranan bu şərti refleks başlayır tormozlanmağa. Təbii ki, bu olacaq xarici tormozlanma. Deməli, biz dedik ki, şərti refleks sonradan qazanılır, həyatda qazanılır və dəyişən mühit şəraitinə canlını uyğunlaşdırır və şərti refleks təbii ki, tormozlana bilər. Şərti refleksin davamlı olması üçün mütləq onu şərtsiz qıcıqlandırıcı ilə daima dəstəkləmək lazımdır. Deməli, burada işığa qarşı şərti refleks yarandı, artıq işıq təsirsiz qıcıqdan şərti qıcığa çevrildi. Bunu dəstəklədiyimiz şərtsiz qıcıqlandırıcı isə qida olmalıdır. Qidanı kəsdiyimiz anda, həmin dəqiqə olmasa da, yəni qidanı kəsiriksə, bir neçə gündən sonra işığı yandıraq, qida verməyək, işığı yandıraq, qida verməyək, artıq işıq təsirsiz qıcıqlandırıcıya yenidən dönəcək və şərtsiz refleks deməli sönmüş olacaq.
Ümid eləyirəm izahım sizin üçün anlaşıqlı oldu. Çalışdım ki, izahı qısa tutum, sizi yormasın. İmtahana qədər də dəstək olacam. Diqqətiniz üçün təşəkkür.